İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı artır. Time of İsrailin yaydığı məlumata görə raket hücumunda 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb. Onlardan ən azı 65-i xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər. Həmçinin İsrailin tanınmış elmi tədqiqat mərkəzi Weizmann Elmi İnstitutu zədələnib. Tel-Əvivə endirilən raket zərbələri nəticəsində Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı yaralanıb. Hayfa şəhərində yerləşən neft emalı zavodu da raket atəşinə tutulub. İsrailə yönələn raket hücumları yalnız İrandan deyil, həm də Yəmən ərazisindən həyata keçirilir. İsrail hərbi hava qüvvələri də Tehranda bir sıra hədəflərə qarşı geniş miqyaslı hava hücumları həyata keçirib. İranın Müdafiə Nazirliyinin qərargahına hücum edilib. Ölkənin qərbində yerləşən yeraltı raket obyektlərinə zərbələr endirilib. İsrailin zərbəsindən sonra paytaxtın qərbində yerləşən neft məhsulları anbarlarından birində güclü yanğın qeydə alınıb. İyunun 13-də İsrailin İrana hücumu zamanı Sepahın hava və kosmik qüvvələrinin kəşfiyyat rəisinin müavini briqada generalı Xosrov Həsəni öldürülüb. Bu arada Birləşmiş Ştatların Ukraynada yerləşdirilən bəzi hava hücumundan müdafiə sistemləri yaxın şərqə köçürülüb. İran və Birləşmiş Ştatlar arasında iyunun 15-nə planlaşdırılan danışıqlar isə baş tutmayacaq.